Salam dostlar. Microsoft Excel proqramı ilə bağlı növbəti video dərsimiz Microsoft Excel proqramının funksiyaları adlanır. Bu video dərsimizdə Excel proqramı vasitəsilə müxtəlif hesablama əməliyyatlarının aparılması qaydalarına baxacağıq. Beləliklə, Excel proqramının funksiyalarını gözdən keçirməyə başlayaq. Həmişə olduğu kimi yenə hazır olan faylımızdan istifadə edəcəyik və bu dərsimiz müxtəlif etaplardan ibarət olacaq. Dərsimizin birinci hissəsi əməliyyatlarda istifadə edilən bəzi işarələr haqqındadır. Excel proqramında hesablama əməliyyatı normal bizim öyrəşdiyimiz riyazi hesablama əməliyyatlarına çox yaxındır. Fərqlər isə çox sadə və başa düşüləndir. Burada gördüyünüz işarələri mütləq yadda saxlayın. Birinci, klassik toplama işarəsi, çıxma işarəsi, vurma işarəsi, bölmə işarəsi və qüvvətə yüksəltmə işarəsi. İndi bu işarələrdən praktik olaraq istifadə edək. Gördüyünüz kimi bizə 5 və 7 ədədləri göstərilib, verilib. Bu ədədlərin cəmini hesablayaq. Əvvəldə qeyd etdiyimiz kimi bütün düsturlar bərabər işarəsi ilə başlayır. Sonra 5-in olduğu xananı, yəni C3 xanasını qeyd edirik. Üstəgəl plus işarəsini daxil edirik. Sonra 7-nin olduğu xananı qeyd edirik. Düstur yekunlaşdıqdan sonra Enter düyməsini sıxırıq. Beləliklə 5 üstəgəl 7 əməliyyatını hesablamış olduq. Növbəti əməliyyatımız çıxma. Onu da qeyd etmək istəyirəm ki, düsturları həm mausun köməyi ilə, seçmə qaydası ilə, həm də klaviaturadan daxil etmək olar. Bu dəfə də düsturumuzu klaviaturadan daxil edək. Yenə bərabər işarəsini daxil edirik. 8-in olduğu xana. Bu C4 xanasıdır. Klaviaturadan C4 yazıram. Minus işarəsini daxil edirik və D4. Beləliklə C4 çıxılsın D4. Gördüyünüz kimi C4-ün rəngi ilə həmin xananın əhatəyə alındığı düzbucaqlının rəngi eynidir. D4-ün rəngi ilə də həmin D4 xanasını əhatəyə alan düzbucaqlının rəngi eyni. Yenə Enter düyməsinə basmaqla düsturumuzu təsdiqləyirik. Növbəti işarəmiz vurma işarəsidir. Yenə C5 xanasını daxil edirik. Vurma işarəsini, sonra isə D5 xanasını daxil edib Enter düyməsini sıxırıq. Beləliklə 4 vurulsun 6, 24. Bölmə işarəsi yenə həmişə olduğu kimi bərabər ilə düsturumuza başlayırıq. 12. Bölmə işarəsini daxil edirik. 3. Sonda Enter düyməsini sıxırıq. Və qüvvətə yüksəltmə işarəsi yenə bərabərlə başladıq. 5-i seçirik. Qüvvətə yüksəltmə işarəsini klaviaturadan daxil edirik. Sonra 3-ü sıxırıq. Bu əməliyyat 5 üstü 3 deməkdir. Yəni, nəticəmiz 125 olacaq. Yenə təkrar bu düstura nəzər salaq. Əvvəlcə bərabər işarəsini daxil etdik. Sonra C7, qüvvətə yüksəltmə işarəsi, D7. Yəni, 5 üstü 3. Həmişə yadda saxlamaq lazımdır ki, birinci tərəf əsas, ikinci tərəf isə qüvvəti göstərir. Beləliklə, əməliyyatlarda istifadə olunan sadə işarələri gözdən keçirdik. İndi növbəti bölməmizə keçək. Bu bölməmiz riyazi funksiyalar adlanır. Burada biz cəm, sum, sum if, şərti cəm, ABC, modul, faktorial, power, qüvvətə yüksəltmə və product hasil funksiyaları haqqında danışacağıq. Əvvəlcə cəm, toplama funksiyasını nəzərdən keçirək. Bu funksiyaya diqqətli şəkildə nəzər salın. Çünki qəbula ən çox cəm funksiyası ilə bağlı sualları salırlar. Beləliklə, əvvəldə qeyd etdiyimiz kimi yenə bərabər işarəsi ilə başladıq. Funksiyanın adını daxil edirik. Sum. Funksiyanın adını daxil etdikdən sonra mötərizəni açırıq. Tutaq ki, biz bütün bu gördüyünüz diapazondakı ədədləri toplamaq istəyirik. Mouse vasitəsilə diapazonu qeyd edirik. Mötərizəni bağlayırıq. Enter düyməsini sıxırıq. Təkrar baxaq. Əvvəlcə bərabər işarəsini daxil etdik. Funksiyanın adını yazırıq. Mötərizəni açırıq. Diapazonu seçirik. Mötərizəni bağlayırıq. Enteri sıxırıq. Beləliklə, gördüyünüz kimi bu diapazonda olan bütün ədədlərin cəmi hesablanmış oldu. Düstura yenidən nəzər salaq. Düsturun yazılış forması bərabərdir. Sum mötərizədə A2 2.C4. Mötərizədə verilmiş A2 2.C4 diapazon
mənasına gəlir. Yəni burada A2 xanasından başlayaraq C4 xanasına qədər olan bütün ədədlər, yəni gördüyünüz bu düzbucaqlının tərkibində nə varsa hamısı toplanacaq. Təbii ki, mausun köməyi olmadan klaviatura vasitəsilə də bu əməliyyatı yerinə yetirmək olar. Yenə bərabərdir. Funksiyanın adı, mötərizəni açırıq. İlk xanamızın adı A2. Klaviaturadan A2 daxil edirəm. Yenə 2 nöqtəni daxil edirik. Bundan sonra isə C4 xanasının adını yazırıq. Mötərizəni bağlayırıq və Enter düyməsini sıxırıq. Beləliklə bütün ədədləri topladı və nəticə olaraq 30 hesablanmış oldu. Onu da qeyd etmək lazımdır ki, bu tip funksiyalarda həm 2 nöqtədən, həm də nöqtəli vergüldən istifadə olunur. İndi bunların ikisinin fərqinə baxaq. Bərabərdir. Yenə funksiyanın adını daxil edirəm. Mötərizəni açıram. A2 nöqtə vergül C4 və mötərizəni bağlayırıq. Əgər 2 nöqtə əvəzinə nöqtə vergül işarəsindən istifadə edilibsə, bu zaman ancaq A2 və C4 xanalarında olan ədədlər toplanacaq. Yəni 6 + 1 cavabımız 7 olacaq. Deməli, əgər biz 2 nöqtədən istifadə ediriksə, bu zaman bütün diapazondakı ədədlər, əksinə nöqtə vergüldən istifadə ediriksə, ancaq adları çəkilən xanalardakı ədədlər toplanacaq. Diapazonumuz fərqli formalarda ola bilər. Məsələn, yenə bərabərdir. Sum mötərizəni açdıq. A2 2 nöqtə A4. Gördüyünüz kimi bu zaman A2-dən A4-ə qədər, yəni bu düzbucaqlının içində gördüyünüz ədədlər toplanacaq. Enter düyməsinə bassaq, nəticə 6 alınacaq. Başqa bir fərqli diapazonumuza baxaq. Bərabərdir. Sum mötərizəni açırıq. A2 2 nöqtə C2. Bu dəfə isə yuxarıda gördüyünüz düzbucaqlının daxilinə düşən bütün ədədlər toplanacaq. Yəni burada olan ədədlərimiz 1, 2 və 3 ədədlərdir. Yenə də enter vurmaqla düsturu yekunlaşdıra bilərik. İndi biraz daha fərqli formaya baxaq. Bərabər sum mötərizəni açırıq. A2 2 nöqtə C2 nöqtə vergül. İndi A4 2 nöqtə C4 və mötərizəni bağlayırıq. Bu dəfə 2 ayrı-ayrı diapazon hesablanacaq. Yəni əvvəlcə A2, C2 diapazonunda olan ədədlər toplanacaq 6. Sonra A4, C4 diapazonunda olan ədədlər toplanacaq. Birinci toplamanın nəticəsi 6. İkinci toplamanın nəticəsi isə 13-dür. Nəticədə ən sonda isə 13 və 6 ədədləri toplanaraq 19 qiyməti alınacaq. Deməli, diapazonla bağlı müxtəlif tip hesablama əməliyyatlarını yazmaq mümkündür. Sonuncu bir misalımıza da baxaq. Sum mötərizəni açırıq. A2 nöqtə vergül B2 nöqtə vergül A4 nöqtə vergül C4. Gördüyünüz kimi düsturun tərkibində fərqli hissələrdən xanaları seçmiş olduq. Belə bir düstur görsəz, bu o deməkdir ki, A2, yəni 1, üstəgəl B2, yəni 2, üstəgəl A4, yəni 3, üstəgəl C4, yəni 6 ifadələrinin cəmi hesablanacaq. Burada əsas diqqət çəkmək istədiyim şey 2 nöqtə ilə nöqtə vergülün fərqi idi. Növbəti funksiyamız SUMIF, şərti cəm funksiyasıdır. Funksiyanı iki formada daxil edə bilərsiniz. Klaviaturadan və F2 düyməsinin köməyi ilə. Ümumiyyətlə, bütün funksiyaları demək olar ki, F2 düyməsinin köməyi ilə daxil etmək olur. Əvvəl baxdığımız cəm funksiyasını da F2 düyməsinin köməyi ilə daxil edə bilərik. SUMIF funksiyasını müxtəlif iki şəkildə daxil edək. Əvvəlcə F2 düyməsindən istifadə edək. F2 düyməsini sıxdıqdan sonra funksiya daxil et adlı dialoq pəncərəsi açılır. Buradan yuxarı hissəyə funksiyanın adını yazaraq
Enter düyməsini sıxırıq. Nəticədə həmin funksiya tapılmış olur. Funksiyanın adı üzərində mausu 2 qat klik edirik. Birinci hissədən diapazonu, ikinci hissədən şərtimizi daxil edirik. Tutaq ki, bu diapazonda, yəni A2-C4 diapazonunda biz 5-dən kiçik olan ədədləri toplamaq istəyirik. Burada kiçikdir 5 yazırıq və OK düyməsini sıxırıq. Nəticədə 19 ədədi alınır. Yəni 1, 2, 3, 2, 4, 4, 3 ədədləri toplanıb. Yenə funksiyanın yazılış formasına baxaq. Deməli, bərabərdir sum if. Əvvəlcə diapazon göstərilir. Sonra isə dırnaq işarəsi daxilində şərt yazılır. Bu o deməkdir ki, A2, C4 diapazondakı 5-dən kiçik olan ədədlər toplanacaq. Bunu məntiqi olaraq da fikirləşə bilərsiniz. Sum əvvəl baxdığımız cəm funksiyasıdır. If isə əgər deməkdir, yəni şərti bildirir. Funksiyanın yazılışını yadda saxlamağa çalışın, çünki testlərdə bəzən bu formada verilir. Növbəti funksiyamız modul funksiyasıdır, ABC funksiyası. Yəni adından da göründüyü kimi bu mənfi ədədin, müsbət ədədin və yaxud da modulunu tapmaq üçün nəzərdə tutulub. Və həmişə ABC funksiyasının nəticəsi müsbət ədəd olacaq. Bütün funksiyalar kimi ABC funksiyası da bərabər işarəsi ilə başlayır. Sonra funksiyanın adını daxil edirik, mötərizəni açırıq. Məsələn, mənfi 12 bu hardadır? A7 xanasındadır. A7 xanasını ya klaviaturadan ya mouse vasitəsilə seçirik və enter düyməsini sıxırıq. Beləliklə müsbət 12 nəticəsi alınır. Təbii ki, əgər bu funksiyanı müsbət ədəd üzərində yoxlasaq, burada müsbət 3-ün modulu müsbət 3 olduğuna görə heç bir fərq olmayacaq. Yəni həmin ədədin özü alınacaq. Digər bir funksiyamız faktorial funksiyasıdır. Bu normal riyaziyyatdan bildiyimiz nida işarəsi ilə göstərilən faktorialdır. Yenə də 5 ədədi üçün faktorialın hesablanmasına baxaq. Bərabərdir yazırıq. Funksiyanın adını daxil edirik. Mötərizəni açırıq. Lazım olan xananı seçirik. Mötərizəni bağlayırıq və enter düyməsini sıxırıq. Beləliklə 120 ədədi alınır. Yadınızdadırsa faktorial, məsələn, burada göstərdiyimiz kimi 5 faktorial 1 vurulsun 2, vurulsun 3, vurulsun 4, vurulsun 5 deməkdir. Və qüvvətə yüksəltmə funksiyamız power funksiyasına baxaq. Bu funksiya üçün məsələn 8 ədədindən istifadə edə bilərik. Yenə xanaya bərabər işarəsini daxil edirik. Funksiyanın adını yazırıq. Mötərizəni açırıq. Əvvəlcə ədədi, sonra isə nöqtə vergül qoyaraq onun qüvvətini daxil edirik. Yəni biz A9 xanasında olan ədədin, yəni 8 ədədinin kvadratını tapmaq istəyirik. Enteri vurduğumuz anda 64 ədədi avtomatik olaraq hesablanacaq. Yenə düsturun formasına nəzər salaq. Gördüyünüz kimi power əvvəlcə A9, yəni ədədin özü, sonra isə qüvvəti. İndi bu düsturu bir balaca fərqli şəkildə də yaza bilərik. Məsələn, 8 əvəzinə biraz kiçik rəqəm 4 daxil edək və funksiyanı yenidən fərqli şəkildə daxil edək. Yenə funksiyanın adını yazırıq. Mötərizəni açırıq. Nam və ədəd əvvəlcə daxil edilir. Nöqtə vergül yazılır. Qüvvəti bu dəfə klaviaturadan yox, hər hansı xanadakı ədədi seçməklə də daxil edə bilərik. Beləliklə, power A9, yəni 4, nöqtə vergül C8, 3. Bu 4 üstü 3 mənasına gəlir. Yəni 4 vurulsun 4, vurulsun 4. Yəni enteri bastığımız anda 64 avtomatik olaraq hesablanmış olacaq. Nəhayət, riyazi funksiyalardan sonuncusu product hasil funksiyasıdır. Bu, diapazonda göstərilən ədədlərin bir-birinə vurulmasını təmin edir. Bərabərdir işarəsi ilə yenə funksiyamızı başlayırıq. Funksiyanın adını daxil edirik və mötərizəni açaraq diapazonumuzu seçirik. Gördüyünüz kimi 1, 2, 3 bu diapazonda olan ədədlərin hamısı bir-birinə vurulacaq. Enter düyməsini sıxırıq, nəticədə 6 hesablanmış olur. Başqa bir formada funksiyamızı yoxlayaq. Yenə funksiyanın adını daxil edirik. Bu dəfə biraz böyük diapazon seçək. A2, 2 nöqtə C3. Gördüyünüz kimi diapazonu biraz böyütdük və bu diapazonda gördüyünüz ədədlərin hamısı bir-birinə vurulacaq. Enter düyməsini vururuq və avtomatik olaraq 240 hesablanmış olur.
Beləliklə, riyazi funksiyaları gözdən keçirdik. Növbəti funksiyalar qrupumuz statistik funksiyalardır. Statistik funksiyalar verilən ədədlər üzərində, verilən məlumatlar üzərində müxtəlif tip statistikaların aparılması üçün nəzərdə tutulur. İndi bu funksiyaları bir-bir nəzərdən keçirək. İlk funksiyamız average, ədədi orta funksiyasıdır. Adından da göründüyü kimi, funksiyanın mahiyyəti verilən ədədləri toplayıb sayına bölməkdir. Əslində, average funksiyasından çox tez-tez istifadə olunur. Məsələn, adi universitetdə orta balı çıxaran zaman biz bütün balları toplayırıq və onu sayına bölürük. Bu zaman average funksiyasından da istifadə edə bilərik. Funksiyanın necə yazıldığını gözdən keçirək. Yenə bərabər işarəsini daxil edirik. Funksiyanın adını yazırıq, mötərizəni açırıq, lazım olan diapazonu seçirik, mötərizəni bağlayırıq və sonda enter düyməsini vurmalıyıq. Amma əvvəlcədən deməli A2-C3 diapazonu, gördüyünüz bu diapazonda olan ədədlər toplanacaq və nəticədə 6-ya saya bölünəcək. Enter düyməsini sıxırıq, nəticə 5 olaraq göstərilir. Yəni 5, 3, 7, 4, 3, 8 ədədləri toplandı və burada 6 fərqli ədəd olduğuna görə nəticə 6-ya bölündü. Funksiyanı fərqli bir diapazon içində yaza bilərik. Yenə bərabərdir. Funksiyanın adını daxil edirik. Nisbətən kiçik bir diapazonu seçək. A2, C2 diapazonunu seçdik və enteri sıxırıq. Nəticədə yenə 5 alınır. Əslində, bu dəfə isə 5, 3, 7 ədədləri toplandı, 15 alındı və 15 3-ə bölündü. Nəticədə diapazonun ədəd ortası 5 hesablanmış oldu. Növbəti funksiyamız count funksiyasıdır. Count funksiyasının mahiyyəti seçilmiş diapazonda daxilində ədəd olan xanaları saymaqdır. Belə, bu funksiyaya baxaq. Bərabərdir. Count. Bu dəfə böyük diapazon götürək. A2, C5 diapazonunu. Və burada olan ədədləri count funksiyası sayacaq. Enter vurduğumuz anda nəticə 10 göstərilir. Beləliklə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 0, -8 və digər ədədlərin hər biri sayılmış oldu. Və count funksiyamızın nəticəsi 10 hesablandı. Yəni, burada diqqət eləməlisiniz ki, bütün tərkibində ədəd olan xanalar sayılır, mətn olan xanalar və yaxud da boş xanalar sayılmır. Digər funksiyamız count A funksiyasıdır. Bu, daxilində məlumat olan xanaları saymaq üçündür. Funksiyanı daxil edək. Yenə funksiyanın adını yazırıq, mötərizə açırıq, diapazonu seçirik, mötərizəni bağlayırıq, enter düyməsini sıxırıq. Bu dəfə isə nəticə 12 oldu. Yəni, gördüyünüz bütün içində məlumat olan xanalar sayıldı. Əgər biz məlumatlardan hər hansı birini delete düyməsi ilə silsək, avtomatik olaraq gördüyünüz kimi nəticə 11-ə düşəcək. Yenə silmə əməliyyatını davam etdirsək, 19-8 şəklində nəticəmiz dəyişmiş olacaq. İndi Ctrl-Z-lə əvvəlki formaya qayıtdıq. Yenidən nəticəni pozaq və digər funksiyamıza baxaq. Digər funksiyamız COUNTIF funksiyasıdır ki, bu şərti ödəyən ədədləri sayır. Yəni, yenə hər hansı şərtdən istifadə edirik və hansı ədədlər şərti ödəyirsə, həmin ədədlərin sayı funksiyanın nəticəsi olaraq bizə göstəriləcək. Bərabər işarəsini daxil edirik. Funksiyanın adını yazırıq. Əvvəlcə diapazonu seçirik. Nöqtə vergül yazırıq. Əvvəldə göstərdiyimiz kimi şərti dırnaq işarəsində göstərməliyik. Tutaq ki, bizə ondan kiçik olan ədədlər lazımdır. Kiçikdir 10. Yazırıq. Dırnağı bağlayıb mötərizəni də bağlayırıq. Deməli, A2, C5 diapazonunda ondan kiçik olan ədədlərin sayı bizə lazımdır. Enter düyməsini sıxaq və avtomatik olaraq 8 hesablanmış olacaq. Ondan kiçik ədədlər 1, 2, 3, 4, 5, 6, 7, 8. Gördüyünüz kimi 120 və 12 eyni zamanda mətnlər sayılmadı. Nəticəmiz isə 8-dir.
Yenidən düsturumuza nəzər salaq. Əvvəlcə diapazonumuz yazılır. A2, C5 diapazonu. Daha sonra isə dırnaqda şərt göstərilir. Yəni bu diapazonda 10-dan kiçik olan ədədlərin sayı 1, 2, 3, 4, 5, 6, -8, 7, 0, 8. 8 ədəd 10-dan kiçik olan ədədimiz mövcuddur. Bu da bizim statistik funksiyalarımız idi. Növbəti funksiyalarımız mətin funksiyalarıdır. Left, right və len funksiyaları. Gəlin iki ayrı-ayrı misalda bu funksiyalara baxaq. Əvvəlcə left funksiyasını tətbiq edək. Funksiyanı daxil edirik. Tutaq ki, A2 xanasında olan simvolları saymaq istəyirik. A2-ni seçirik. Bundan sonra klaviaturadan nöqtə vergül daxil edirik. Və left funksiyası soldan etibarən bizə simvolları göstərəcək. Tutaq ki, soldan biz 3 ədəd simvolu görmək istəyirik. 3 yazırıq və mötərizəni bağlayırıq. Deməli, bərabərdir left, lazım olan xana, nöqtə vergül və görmək istədiyimiz simvolların sayı. 3 yazdığımıza görə funksiya bizə sol tərəfdən olan 3 ədədi göstərəcək. Ekranda 1, 2, 3, yəni soldan 3 ədəd görünür. Növbəti funksiyamız uyğun olaraq right funksiyasıdır. Yenə eyni formada daxil edirik. Mötərizəni açırıq. A2 xanasını seçirik. Nöqtə vergülü sıxırıq. Bu dəfə 4 daxil edək və mötərizəni bağlayaq. Bu o deməkdir ki, sağ tərəfdən 4 simvol göstərilsin. Və enter düyməsini sıxırıq. 4 simvol 3, 4, 5, 6 avtomatik olaraq bizə göstərilir. Əgər burada len funksiyasından istifadə etsək, bu funksiya biraz daha sadə formada yazılır. Çünki sadəcə len yazırıq, mötərizəni açırıq, A2 xanasını seçirik, mötərizəni bağlayırıq və enter düyməsini sıxırıq. Nəticədə bizə 6 göstərilir. Yəni len bütün simvolların sayı deməkdir. Burada 6 ədəd simvolumuz var. Onu da yadda saxlamaq lazımdır ki, boşluq işarəsi də simvoldur. Yəni əgər məlumatlarda boşluq işarəsi varsa, həmin işarə də len funksiyası tərəfindən sayılacaq. İndi digər bir mətnimizə baxaq. İnformatika və məntiq. Burada da əvvəlcə left funksiyasından başlayaq. Mötərizəni açırıq. Bura hər hansı bir ədəd daxil edəcək. Amma əvvəlcə B2 xanasını daxil edək. Nöqtə vergül işarəsini qoyaq və tutaq ki, bizə 12 simvol sol tərəfdən lazımdır. Və enter sıxırıq. Gördüyünüz kimi informatika sözü yazıldı. İndi bir balaca bu düsturun tərkibində dəyişiklik edək. 12 əvəzinə 13 daxil edək. Yəni sol tərəfdən 13 simvol. B2 xanasında olan ifadənin sol tərəfdən 13 simvolu bizə göstərilsin. Gördüyünüz kimi informatika V. Bu V, V-nin V-sidir. Sayası olsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Boşluq işarəsi 12 və V 13. Mütləq yadda saxlayın. Boşluq işarəsi də simvolların sayına daxil edilir. Və right funksiyasına baxırıq. Bərabəri daxil edirik. Funksiyanın adını, sonra B2, nöqtə vergül və 9 daxil edək. Sağ tərəfdən bizə 9 simvol göstərilsin. Gördüyünüz kimi sağ tərəfdən 9 simvol və məntiq ifadəsini bizə göstərdi. Və son olaraq len funksiyasını gözdən keçiririk. Yenə len, mötərizəni açırıq, B2-ni daxil edirik, mötərizəni bağlayırıq, enteri vururuq. Bizə 21 nəticəsi hesablanır. Yəni, informatika və məntiq sözündə ümumilikdə 21 simvol mövcuddur. Təbii ki, bunlardan ikisi boşluq işarəsidir. Mətin funksiyalarına baxdıq. Növbəti funksiyalarımız məntiqi funksiyalardır. If, and, or, true, false funksiyaları. Əvvəlcə if funksiyasından başlayırıq. If funksiyası əgər, yəni bu şərt funksiyasıdır. Şərtdən asılı olaraq müxtəlif əməliyyatlar bu funksiyada icra edilir. Gördüyünüz kimi, burada bizə 100, 500, 700 və s. ədədlər verilmişdir. Bu ədədlər üzərində if funksiyasını tətbiq edək. Funksiyanı tətbiq etmək üçün F2 düyməsindən istifadə edirik. Açılan pəncərədən funksiyanın adını yazıb enter düyməsini sıxırıq. Və həmin funksiyanı açırıq. Gördüyünüz kimi funksiyanın adı
həmişə sol tərəfdə göstərilir if funksiyası. Pəncərə üzərində 3 müxtəlif sətir mövcuddur. Birinci sətir şərti daxil etmək üçün nəzərdə tutulub. Biz bu hissəyə A1 xanasının adını yazırıq. Sonra şərtimizi daxil edirik. Tutaq ki, burada verilən ədədlər əgər 400-dən kiçikdirsə, onları 2-yə vurmaq, əks halda isə 2-yə bölmək lazımdır. Onda şərtimizi belə yazırıq. A1 kiçikdir 400. True hissəsinə şərtin ödəndiyi haldakı ifadəni, false hissəsinə şərtin ödənmədiyi haldakı ifadəni yazırıq. Yəni, əgər A1 xanasında olan ədəd 400-dən kiçikdirsə, A1-i 2-yə vurmaq, əks halda isə A1-i 2-yə bölmək lazımdır. Təkrar baxaq. A1 kiçikdir 400 olarsa, şərt ödənərsə, bu zaman A1 xanasında olan ədəd 2-yə vurulacaq, əks halda 2-yə bölünəcək. Aydın məsələdir ki, A1-də olan xana 400-dən kiçikdir, yəni şərt ödəyir. Şərt ödəndiyinə görə true yazılan hissədəki ifadə hesablanacaq, yəni 100 2-yə vurulacaq və 200 nəticəsi alınacaq. OK düyməsini sıxırıq və gördüyünüz kimi 200 nəticəsi alınır. Əgər biz bu düsturu mouse vasitəsilə tutaraq aşağıya doğru çəksək, bu zaman düstur digər xanalara da aid ediləcək. Beləliklə 500-ün qarşısında 250, yəni 500 şərti ödəmir. Şərtimiz nə idi? 400-dən kiçik olsun. 400-dən kiçik deyilsə 2-yə bölünür. 400-dən kiçikdirsə 2-yə vurulur. Yenə 700 şərti ödəmədiyinə görə 2-yə bölünüb. 200 400-dən kiçikdir, ona görə 2-yə vurulub. 300 yenə şərti ödədiyinə görə 2-yə vurulub. 400 400-dən kiçik deyil. Yəni şərti ödəmir. Ona görə də 2-yə bölünüb. 600 yenə 2-yə bölünüb. Düsturun yazılış formasına baxsaq, if funksiyası əvvəlcə şərt yazılır. A1 kiçikdir 400 olarsa 2-yə vur, əks halda 2-yə böl. A1 kiçikdir 400 ödəndiyinə görə burada 2-yə vurulub. Digər bir funksiyamıza baxaq. Burada isə gördüyünüz kimi A2 kiçikdir 400 olarsa 2-yə vur, əks halda 2-yə böl. Burada 500 şərti ödəmir, ona görə 2-yə bölünüb və nəticəmiz 250-dir. Burada ən maraqlısı 400 ilə bağlı ifadədir. Yenə funksiyaya nəzər salaq. A6 yəni 400 400-dən kiçikdir, yox. Yəni burada şərt ödənmir. 400 400-dən kiçik deyil. Ona görə false, yəni ikinci ifadə hesablanacaq. A6 bölünsün 2, nəticə də 200 olub. Beləliklə if funksiyasını nəzərdən keçirdik. Növbəti funksiyalarımız and və or funksiyalardır. And və or və ya. And və or funksiyalarının nəticələri true, false, düzgün və yaxud yalan olaraq göstərilir. And funksiyasından başlayaq. And funksiyasında 1-dən 255-ə qədər müxtəlif şərtdən istifadə edə bilərik. İndi praktiki olaraq bu funksiyanı gözdən keçirək. OK düyməsini sıxırıq və pəncərəmiz açılır. Deməli, aşağıda da göstərildiyi kimi and funksiyasında 1-dən 255-ə qədər müxtəlif şərtdən istifadə edə bilərik. Tutaq ki, bizə 200-dən böyük olan və 600-dən kiçik olan ədədlər lazımdır. Bu zaman birinci A1 xanamızı seçirik. İlk şərtimizi daxil edirik. Birinci şərtimiz nə idi? 200-dən böyük olsun. Növbəti sətrə keçirik və burada yenə ikinci növbəti şərtimizi yazırıq. İkinci şərtimiz isə 600-dən kiçik olsun şərtidir. Deməli, iki şərtimiz var və and funksiyasının mahiyyəti ondan ibarətdir ki, verilən bütün şərtlər mütləq şəkildə ödəyərsə, ifadənin nəticəsi true, şərtlərdən biri və yaxud bir neçəsi ödənməzsə, nəticə false olaraq göstəriləcək. Deməli, şərtlərimizi yadda saxlayaq. 200-dən böyük və 600-dən kiçik olan ədədlər. OK düyməsini sıxırıq və birinci ifadəmiz false-dur. Niyə false-dur? Çünki 100 200-dən böyük deyil. Düzdür, 600-dən kiçikdir, ancaq 200-dən böyük deyil. Nəticənin true olması üçün hər iki şərt ödənməlidir. Yenə mouse'un sol düyməsi vasitəsilə düsturu digər xanalara da tətbiq edək. Gördüyünüz kimi false, true, false, false, true, true, false nəticələri alındı. İkinci xanaya fikir verək.
Burada ədədimiz 500-dür. 500 200-dən böyükdür. Hə. 600-dən kiçikdir. Hə. Hər iki şərt ödəndiyinə görə nəticə nə olur? True olur. Növbəti. Yenə də 700 200-dən böyükdür. Hə. Bəs 600-dən kiçikdir? Yox. Ona görə cavabımız false-dur. Yenə burada ədədimiz 200-dür. 200 200-dən böyükdür? Yox. Bəs 600-dən kiçikdir? Hə. Yenə şərtin biri ödənir, biri ödənmir. Ona görə burada nəticəmiz false-dur. Növbəti xanada isə 300. 300 200-dən böyükdür? Bəli. 300 600-dən kiçikdir? Bəli. Hər iki şərt ödəndiyinə görə ümumi nəticədə truedur. 400 üçün də eyni qayda ilə 400 200-dən böyükdür? Bəli, böyükdür. 600-dən kiçikdir? Bəli. Hər iki şərt ödənir və nəticə truedur. Son olaraq 600 200-dən böyükdür? Bəli. 600-dən kiçikdir? Xeyr. Ona görə nəticəmiz false olaraq göstərilib. Beləliklə, AND funksiyasını da nəzərdən keçirdik. Ümumiyyətlə, funksiyanın yazılış qaydasında yadda saxlayın. AND birinci şərt, nöqtə vergül ikinci şərt. Şərtlərimiz çox ola bilər, təbii ki, 3, 4 və sair 255-ə qədər şərtlər ola bilər. Bu halda hər bir şərt digərindən nöqtə vergül ilə ayrılacaq. Nəticələri delete düyməsindən istifadə edərək silək və OR funksiyasına baxaq. OR funksiyası ilə AND funksiyasının fərqi ondan ibarətdir ki, OR funksiyasında verilən şərtlərdən ən az birinin ödənməsi kifayət edir. AND funksiyasında bütün şərtlər ödənməlidir, OR funksiyasında isə ən az biri ödənsə kifayətdir. İndi OR funksiyasını gözdən keçirək. Yenə funksiyanı tapırıq, OK düyməsini sıxırıq. Yenə də şərtlərimizi daxil etməliyik. A1 xanasını seçirik və yaxud daxil edirik. Bu dəfə tutaq ki, bizə 400-dən kiçik olan və yaxud 400-dən böyük olan ədədlər lazımdır. Bura böyükdür 400. İkinci şərtimizə yenə A1 xanasını seçib kiçikdir 400 daxil edirik və OK düyməsini sıxırıq. Gördüyünüz kimi nəticə true oldu. Funksiyanın yazılışına da baxaq. A1 böyükdür 400 və A1 kiçikdir 400. Gördüyünüz kimi A1 400-dən böyük deyil, ancaq 400-dən kiçikdir. Şərtlərdən biri ödəndiyinə görə nəticəmiz truedur. Yəni OR funksiyasının mahiyyəti bundan ibarətdir. Ən az bir şərtin ödənməsi kifayət edir. Və düsturu aşağıya doğru çəkirik. Gördüyünüz kimi true, true, true. Təkcə 400-ün qarşısında false var. 600-ün qarşısında da true yazılıb. Yenə 600-ə nəzər salsaq, iki şərtimiz var. Ya 400-dən kiçik olmalıdır, ya da 400-dən böyük olmalıdır. 600 400-dən böyükdür. Yəni şərtlərdən birinin ödənməsi kifayətdir. Ona görə true yazılıb. Ancaq 400-ə nəzər salası olsaq, 400 400-dən böyükdürmü? Yox. 400-dən kiçikdirmi? Yox. Heç bir şərt ödənmədiyinə görə burada nəticəmiz false olacaq. Burada digər bir funksiya haqqında da sizə danışmaq istəyirəm. Bu not funksiyasıdır. Düzdür, siyahımızda yoxdur. Ancaq qısa şəkildə not funksiyasına da baxaq. Not funksiyası nəticəni əksinə çevirmək üçün nəzərdə tutulmuş funksiyadır. Çox vaxt not funksiyası haqqında danışanda ona true əvəzinə false, false əvəzinə true yazan funksiya deyirlər. Yəni not funksiyası nəticəni əksinə çevirir. Məsələn, indi OR funksiyasına nəzər saldıq. Nəticələri yadda saxlamağa çalışıq. Təkcə 400-ün qarşısında false yazılmışdı. Yerdə qalan bütün nəticələr truedur. Əgər OR funksiyasının əvvəlinə not artırsaq və Enter düyməsini basaraq düsturu aşağıya doğru sürüşdürsək, onda bütün nəticələr əksinə çevriləcək. Əvvəlcə necə idi? Bütün ədədlərin qarşısında true, təkcə 400-ün qarşısında false yazılmışdı. Not funksiyasını tətbiq etdikdən sonra isə hər şey əksinə çevrildi. Yəni true'ların yerində false, false'un yerində isə true yazıldı. Ümumiyyətlə belə yadda saxlayın. Əgər hər hansı bir testdə bizə not funksiyası ilə bağlı sual düşübsə, onda qarşıda olan nota fikir verməyin. Normal qaydada, məsələn, OR funksiyasını hesablayın, nəticəni isə əksinə götürün. Yəni true əvəzinə false, false əvəzinə true. Ən yaxşı və sadə yanaşma tərzi bu olacaq. Və son iki funksiyamız bu xananın tərkibinə true və yaxud false qiymətlərinin daxil edilməsi üçündür. Yəni true və false funksiyalarından istifadə etmək üçün sadəcə bərabərdir true yazırıq və enter sıxırıq. Nəticədə xananın qiyməti true, yəni doğru olaraq qeyd olunur. Eyni qayda ilə
bərabərdir false və enter sıxırıq. Bu zamanda xananın qiyməti yalan olaraq təyin edilir. Məntiqi funksiyaları da gözdən keçirdik. Və mövzumuzun sonuncu bölməsi nisbi və mütləq ünvan haqqında danışaq. Nisbi ünvan, mütləq ünvan haqqında əvvəlki video dərslərdə qısa şəkildə də olsa danışmışdıq. Əgər yadınızdadırsa, nisbi və mütləq ünvanı bir-birindən fərqləndirmək üçün dollar işarəsindən istifadə edirdik. Əgər xananın ünvanında təkcə hərfin və yaxud təkcə ədədin qarşısında dollar işarəsi varsa, belə ünvanlar qarışıq ünvanlar. Ümumiyyətlə dollar işarəsi yoxdursa, belə ünvan nisbi ünvan. Həm hərfin, həm ədədin qarşısında dollar işarəsi varsa, belə ünvan isə mütləq ünvan adlanır. Düsturlarda mütləq ünvan heç bir vaxt dəyişmir. Nisbi ünvan isə dəyişir. İndi düsturların sürüşdürülməsi zamanı nisbi və mütləq ünvanların necə dəyişdiyinə nəzər salaq. Əvvəlcə düsturumuza ümumi şəkildə baxaq. Gördüyünüz kimi düsturumuz A2, üstəgəl B3, üstəgəl C2, üstəgəl B2 şəklindədir. Əvvəlcə bu düsturu aşağıya doğru sürüşdürək və ünvanların necə dəyişdiyinə baxaq. Beləliklə düsturun sağ aşağı küncündən mousun sol düyməsi ilə tuturuq və aşağıya doğru çəkirik. Mousu buraxdıqdan sonra düstur aşağı xanalara da tətbiq ediləcək və orada da müxtəlif nəticələr alınacaq. İndi Formulas lent tabından Show Formula əmrini icra edək. Nəticədə düsturlarımız ekranda əks etdiriləcək. İndi diqqətli şəkildə düsturlarımızı bir-biri ilə müqayisə edək. Axırda sərbəst əmsal daxil etmişdik 4. Heç bir sürüşdürmə nəticəsində bu 4 dəyişməyəcək. Yəni həmişə olduğu kimi qalacaq. Bunu mütləq yadda saxlayın. Digər tərəfdən B3 bizim nisbi ünvanımızdır. Yəni aşağıya doğru sürüşdürdüyümüz zaman bu ünvan dəyişəcək. Gördüyünüz kimi B3, B4, B5, B6, B7, B8 şəklində dəyişib. Ümumiyyətlə yadda saxlayın, yuxarıdan aşağıya doğru sürüşdürmə etdiyimiz zaman hərflər yerində qalır, ancaq ədədlər dəyişir. Yəni yuxarıdan aşağıya doğru sürüşdürmə edəndə gördüyünüz kimi ədədlərin qarşısında hərəkət etmiş oluruq. Ona görə ədədlər dəyişir, hərf isə yerində qalır. Birinci dollar A2-yə fikir verəsi olsaq, dollar A2, dollar A3, dollar A4, dollar A5 və s. şəklində dəyişib. Burada yuxarıdan aşağıya doğru sürüşdürmə zamanı dollar işarəsinin elə bir mahiyyəti yoxdur. Çünki onsuz da A dəyişməyəcək. Bayaq dediyimiz kimi yuxarıdan aşağı sürüşdürəndə hərflər qalır, ədədlər dəyişir. Digər tərəfdən C2 xanasında isə təbii ki dollar işarəsinin əhəmiyyəti böyükdür. Çünki C onsuz da dəyişmirdi, 2 dəyişməli idi. Əslində C2, C3, C4 şəklində bu ifadə dəyişməli idi. Ancaq gördüyünüz kimi hər yerdə C2, C2, C2 olaraq qalıb. Və son ifadəmiz dollar B, dollar 2. Ümumiyyətlə belə mütləq ünvanlar yuxarıdan aşağı yaxud da soldan sağa doğru sürüşdürmə nəticəsində heç vaxt dəyişmir. Yəni bütün hesablamalarda bu ifadə B2 şəklində qalacaq. Beləliklə düsturun yuxarıdan aşağıya doğru sürüşdürülməsinə baxdıq. İndi isə eyni düsturu soldan sağa doğru sürüşdürək. Və yenə düsturları göstər. Əmrini icra edək. Əvvəlcə B3-ü, yəni nisbi ünvanı gözdən keçirək. Gördüyünüz kimi B3 növbəti hissədə C3 olaraq, növbəti hissədə D3 olaraq dəyişib. Yəni soldan sağa doğru düstur sürüşdürülən zaman onun tərkibindəki nisbi ünvanda ədəd olduğu kimi qalıb, hərf isə dəyişib. Yəni B idi özündən sonrakıya C-yə, C isə özündən sonrakına, yəni D-yə keçib. Yəni ardıcıl olaraq onlar bir-birini əvəz ediblər. Yenə təkrar qeyd etmək istəyirəm. Əgər yuxarıdan aşağıya doğru sürüşdürürüksə, bu zaman hərf yerində qalır, ədəd dəyişir. Təbii ki, dollar işarəsi yoxdursa. Əksinə, soldan sağa doğru sürüşdürürüksə, bu zaman ədəd sabit qalır, hərflər dəyişir. Yenə B3, C3, D3. Digər bir tərəfdən
C dollar 2-yə baxası olsaq, 2 burada onsuz da dəyişməyəcək, C dəyişməli idi və C həqiqətən də dəyişib. Baxın, C növbəti hissədə D dollar 2, növbəti hissədə Y dollar 2. Yəni özündən sonrakına keçib. A dollar 2 isə hər yerdə A dollar 2 olaraq qalıb. Çünki burada dəyişməli olan A idi. Dollar işarəsi olduğuna görə isə A dəyişə bilməyib. Və əvvəl də qeyd etdiyimiz kimi B dollar 2 heç bir istiqamətdə sürüşmə zamanı dəyişməyəcək və hər yerdə eyni qalıb. 4 də sabit olduğuna görə heç vaxt dəyişmir. Məhdudiyyətlə bağlı testləri başa düşməyə çalışın. Bunun üçün ən yaxşısı düsturları evdə özünüz yazaraq yoxlamağınız olacaq. Çünki belə olanda daha yaxşı yadınızda qalır. Yəni Excel-dən istifadə edərək özünüz düsturların yazılma qaydasını, dollardan istifadə qaydasını öyrənsəz, sürüşdürmə zamanı hansı formada dəyişikliklərin olduğuna baxa bilərsiniz. Ümid edirəm ki, bu video dərs sizin üçün faydalı olacaq. Yenə sonda təkrar qeyd etmək istəyirəm. Excel-in düsturları ilə bağlı olan mövzu çox vacibdir. Çünki testlərdə mütləq düşür, qəbulda mütləq bu suallardan düşür. Və adətən 1 yox, daha çox sayda 2, bəzən də 3 Excel hesaplaması düşə bilər. Belə, hamınıza uğurlar arzu edirəm növbəti video dərslərə qədər. Sağ olun.